Və Əli əleyhissalamın özündəndir hədis. Əvvəl dini tanıyın, sonra dinin əhlini tanıyın. Haqqı tanıyın, bəli, haqq həmin dindir də, haqqı tanıyın, sonra haqqın əhlini tanıyın. Orada əsas mövzu odur. Yəni, o siz dediyiniz söz tam şəkilində yerindədir. Amma o haqqın özünü tanıyandan sonra. Haqqın özünü tanımaq da, yəni, Allah Teala Quranda buyurur ki, yərifunəhu kəma yərifunə əbnəhu. O haqqı tanıyırlar onlar, övladların tanıdıqları kimi. Yəni, o qədər əl çatmaq çətin deyil, haqqı tanımaq mümkündür. Əvvəl insan haqqı tanıyır, ondan sonra əhlini tanıyır. Haqqı tanıyandan sonra nəzəri baxımdan, sonra əməli baxımda və o haqqın insan həyatında tətbiqini gəlib, məsələn, Həzrəti Əli əleyhissalamdan öyrənəndə, Həzrəti Peyğəmbərin və ləkum fi Rəsulullah usvatun həsənə ki, dedi, Peyğəmbər siz üçün gözəl nümunədir, o dinin tətbiqində idi də, hökmlərinə əməl eləməyində idi, Allahın əmrinə müti olmaqda idi, tabi olmaqda idi, imtisalda idi. Ona görə, çünki biz bilirik ki, tarixdə də olub da, çox özlərin Peyğəmbər yerinə də qoyanlar olub, elan edənlər də olub, bundan sonra imamların qarşısında, məsələn, hətta elə bu məsələndə Bəni Abbasilərdən çıxanlar olub ki, məsələn, deyib eləmi, bu Mehdi, mənim oğlum Mehdi, dəliysə elə Bəni Abbasiyə mövzusu gəlib çıxmamışdır. Ona görə əslində haqqı və dinin özü tanınmalıdır. Ondan sonra onun əhlilərinin, dinin həqiqi əhlinin, haqqın həqiqi əhlinin simaları tanınmalıdır ki, insanlar onlara baxıb, həm onlardan öyrənəcəklər, konu məəs sadiqin. Doğruçularla olun, düzlərlə olun. Həm baxacaqlar, görəcəklər bu əməllər tətbiq olunması əməllərdir. Məsələn, adam indi orucluq, oruç tuturuq. Məsələn, indi kiməsə desən ki, bu günləri imsakla iftara 2 dənə xurma var. Birini imsakda yeyəcək, birini də iftarda yeyəcək. İçməyə də ancaq sudur. Mümkündür, məsələn, bunu bəzi adam desin ki, mümkün deyil belə oruç tutmaq. Biz gətirib Əli əleyhissalamı qoyanda ortalığa ki, bu kişi, məsələn, hətta bir dənə xurmanı ya bitkə quru çörəyi də iftarda 3 gün ardıcıl verib, o da Quranın ayəsindən ona dəlil ki, deyəcəksiniz, hədis olmasın, da yutəmunə tamə Allahu bihi miskinən hədin ki, o bildiyimiz ayədir. Bu da bunun dəlili, onda ona, məsələn, onun tətbiqini ona inandırmaq olar.